Lot nədir? Tradingdə lot necə işləyir? Trading öyrənməyə başlayan insanların qarşılaşdığı ilk anlayışlardan biri də lot anlayışıdır. Əməliyyat açarkən platformada gördüyün 0.01, 0.10 və ya 1 kimi rəqəmlər məhz lot ölçüsünü ifadə edir. Sadə dillə desək, lot bazarda açdığın əməliyyatın ölçüsüdür. Yəni bazara nə qədər böyük və ya kiçik həcmdə daxil olduğunu lot müəyyən edir. Lot artdıqca həm qazanc, həm də zərər artır. Lot azaldıqca isə risk də azalır. Məhz buna görə peşəkar treyderlər bazara daxil olarkən ilk növbədə lot ölçüsünü düzgün seçməyə diqqət edirlər. Lot nə üçün vacibdir? Bir çox yeni başlayan treyder bazarın istiqamətini düzgün təxmin etməyə çalışır. Lakin lot seçiminin ən az analiz qədər vacib olduğunu unudur. Təsəvvür et ki, iki nəfər eyni qiymətdən qızıl alır və qiymət eyni qədər yüksəlir. Birinci treyder 0.01 lot istifadə edir. İkinci treyder isə 1 lot istifadə edir. Hər ikisi eyni analizi etsə də, əldə etdikləri qazanc tamamilə fərqli olacaq. Çünki əməliyyatın ölçüsünü lot müəyyən edir. Bu səbəbdən düzgün lot seçimi həm riski idarə etməsi, həm də kapitalın qorunması üçün vacibdir. 0.01 lot nə deməkdir? 0.01 lot ən kiçik əməliyyat ölçülərindən biridir və yeni başlayan treyderlər üçün ən uyğun seçim hesab olunur. Kiçik lot istifadə etdikdə bazarın əleyhinə hərəkəti zamanı zərərin də daha az olur. Bu səbəbdən tradingə yeni başlayan insanların əvvəlcə kiçik lotlarla təcrübə toplaması tövsiyə edilir. Əgər strategiyanı yeni öyrənirsənsə və ya ilk dəfə real hesabda əməliyyat açırsansa, 0.01 lot riski minimum səviyyədə saxlamağa kömək edə bilər. 0.10 lot nə deməkdir? 0.10 lot artıq 0.01 lotdan 10 dəfə böyük əməliyyat ölçüsüdür. Bu o deməkdir ki, bazar eyni məsafədə hərəkət etdikdə qazancın da, zərərin də təxminən 10 dəfə çox olacaq. Bəzi treyderlər müəyyən təcrübə qazandıqdan sonra 0.10 lotdan istifadə etməyə başlayırlar. Lakin burada əsas məsələ lotun böyük olması deyil, onun hesab balansına uyğun seçilməsidir. Bir lot nə deməkdir? Bir lot standart lot hesab olunur və bazarda kifayət qədər böyük mövqe deməkdir. Belə lot ölçüsü istifadə edildikdə qiymətdə baş verən kiçik dəyişikliklər belə balansa ciddi təsir göstərə bilər. Bu səbəbdən yeni başlayan treyderlərin yüksək lotlarla əməliyyat açması tövsiyə edilmir. Əvvəlcə kiçik lotlarla təcrübə toplamaq, daha sonra isə risk idarə etməsinə uyğun şəkildə lot ölçüsünü artırmaq daha sağlam yanaşmadır. Lot qazanc və zərərə necə təsir edir? Lot yalnız qazancı artırmır, o eyni zamanda zərəri də artırır. Məsələn, qızıl bazarında eyni qiymət hərəkəti zamanı 0.01 lot istifadə edən treyder kiçik qazanc əldə etdiyi halda 1 lot istifadə edən treyder dəfələrlə artıq qazanc əldə edə bilər. Lakin bazar əks istiqamətdə hərəkət edərsə, eyni qayda ilə zərər də artır. Buna görə peşəkar treyderlər ilk növbədə nə qədər qazana bilərəm sualını deyil, ən pis halda nə qədər itirə bilərəm sualını düşünürlər. Lot seçərkən nələrə diqqət etmək lazımdır? Lot seçimi həmişə hesab balansına uyğun olmalıdır. Kiçik balansla böyük lot istifadə etmək hesabın qısa müddətdə sıfırlanmasına səbəb ola bilər. Digər vacib məqam isə stop loss istifadə etməkdir. Düzgün stop loss və düzgün lot birlikdə istifadə olunduqda risk idarə etməsi daha effektiv olur. Heç vaxt yalnız qazanc əldə etmək məqsədi ilə lotu böyütmək düzgün yanaşma deyil. Yeni başlayanların etdiyi səhvlər. Yeni başlayan treyderlərin ən böyük səhvlərindən biri balanslarına uyğun olmayan lot seçmələridir. Bəziləri qısa müddətdə çox pul qazanmaq istədikləri üçün yüksək lotlarla əməliyyat açırlar. Nəticədə bazarda kiçik qiymət hərəkəti belə onların balansına ciddi zərər vurur. Digər geniş yayılmış səhv isə ardıcıl zərərdən sonra lotu artıraraq itirilən pulu geri qaytarmağa çalışmaqdır. Bu yanaşma adətən daha böyük zərərlərlə nəticələnir. Nəticə olaraq lot tradingdə açılan əməliyyatın ölçüsünü müəyyən edən əsas anlayışlardan biridir. Düzgün lot seçimi qazanc əldə etməkdən daha vacibdir. Çünki düzgün seçilmiş lot hesabını qorumağa, riskini idarə etməyə və uzunmüddətli trading karyerası qurmağa kömək edir. Tradingdə uğurun sirri ən böyük lotu istifadə etmək deyil, hesab balansına uyğun və planlı şəkildə əməliyyat açmaqdır. Növbəti məqalədə PIP nədir mövzusunu izah edəcəyik və qiymət hərəkətlərinin necə hesablandığını sadə nümunələrlə öyrənəcəyik.